Beynəlxalq hüquqla mübahisəli qəribəliklərin normallaşmağa başladığı günümüz dünyasında Maduro'nun həbsi qlobal siyasətdə təhlükəli bir president yaradıb yeni bir Pandora qutusu açır. This operation violates a fundamental principle of international law. It violates the UN Charter. This charter states that states must not threaten or use force against the territorial integrity or political independence of any state. Xam neft ehtiyatlarına görə dünya lideri olan ölkə niyə inflyasiya ilə boğuşur? Venezuela'dan milyonlarla insan niyə qaçqın düşüb? Maduro legitim bir prezident sayıla bilərmi? ABŞ niyə neft zəngini ölkələrə qırıcılarla demokratiya aparmaqda belə həvəslidir? ABŞ casusları aylarla Maduro'nu izləyəndən sonra nəhayət 3 yanvarda Venezuela prezidenti və həyat yoldaşı Silvia Flores 2 saat 20 dəqiqəlik hərbi əməliyyatla ələ keçirildi. Maduro və həyat yoldaşı Birləşmiş Ştatlara aparıldılar, hazırda cinayət işi üzrə məhkəmə qarşısındadılar. İttihamnamədə Maduro və onun silahdaşlarının ABŞ-yə kokain daşımaq üçün Kolumbiya partizan qrupları ilə əlbir olduqları iddia edilir. ABŞ hakimiyyətinin narkoterrorizm adlandırdığı bu işə cavab olaraq Maduro bütün ittihamları rədd edir. Beynəlxalq aləmdə bu əməliyyat ABŞ-nin nefti olan ölkələrə demokratiya gətirmək kimi köhnə pis adətinin davamı kimi də xarakterizə olunur. We're going to run the country until such time as we can do a safe, proper and judicious transition. 2025-ci il Venezuelası belə görünür. Hiperinflyasiya riski daşıyan, neftdən tam asılı, siyasi azadlıqların olmadığı və əhalisinin 1/4-ni köçə məcbur eləmiş avtoritar bir dövlət. Bəzi araşdırmalara görə 2021-ci ilə qədər əhalinin 95% yoxsulluq içində, onlardan 77% isə ifrat yoxsulluq şəraitində yaşayırdı. 2022-ci ildə iqtisadi liberallaşma müəyyən qədər yoxsulluğun azaldılmasına və iqtisadi artıma səbəb olsa da, bərabərsizliyi artırdı. Əhali arasında yoxsulluğun dərinləşməsi ilə Maduro pəhrizi ifadəsi də yaranmışdı. Amnesty International 2025-ci ilin avqustunda Foro Penal qeyri-hökumət təşkilatına istinadla yazırdı ki, 816 nəfər siyasi səbəblərdən həbsdə qalır və yeni həbslər müntəzəm olaraq həyata keçirilir. Freedom House azadlıq indeksinə görə 100 mümkün xaldan 13-ü ilə Venezuela qeyri-azad ölkədir. Yeri gəlmişkən, Azərbaycanda bu rəqəm 100 xaldan 7-dir. Transparency International'ın 2024-cü il korrupsiya qavrama indeksində Venezuela 180 ölkə arasında son sıralardadır. 2024-cü ilin iyulunda keçirilən prezident seçkilərində Maduro müxalifətin vahid namizədi Edmundo Gonzales ilə yarışırdı. Müxalifətin əsas lideri, sonradan Nobel sülh mükafatı alan Maria Corina Machado'nun namizədliyi qadağan edilmişdi. Hökumətə sadiq Milli Seçki Şurası gecə yarısı tələsik bir bəyanatla Maduro'nun qalib gəldiyini elan elədi. Lakin onlar protokolları ictimaiyyətdən gizlətdilər. Əvəzində akademiklər, xəbər agentlikləri və müxalifət Gonzalesin seçkilərdə böyük fərqlə qalib gəldiyini göstərən güclü dəlillər təqdim elədilər. Peru, Gonzalesi Venezuela'nın seçilmiş prezidenti kimi tanıyan ilk ölkə oldu, ardınca digərləri də bu siyahıya qoşuldular. Qısası, Maduro bir çox ölkələr tərəfindən prezident kimi də tanınmırdı. Seçki nəticələrini saxta hesab eləyən vətəndaşlar küçələrə çıxdılar. 15 avqust tarixinə qədər 25 Venezuelalı təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü. Amma avtoritar meyillər və ölkənin tədrici qapanma prosesi Maduro ilə başlamamışdı. Onun sələfi Chavez neft bumu dövründə yoxsulluğu azaltsa da, davamlı iqtisadi model qura bilmədi. Chavez 1999-cu ildə hakimiyyətə gələndə Venezuela iqtisadi durğunluq və sosial bərabərsizlik içində idi. O, əvvəlki siyasi elitanı korrupsiyada ittiham eləyərək Bolivar inqilabını elan elədi. Chavez'in ilk işi konstitusiyanı dəyişmək oldu və bu prezidentin səlahiyyətlərini artırdı. 2002-2003-cü illərdə Venezuelada neft tətili oldu. Dövlət neft şirkəti rəhbərlik və işçiləri tətil elədi. Chavez buna cavab olaraq
18 mindən çox mütəxəssisi işdən çıxardı və neft sektoru üzərində birbaşa siyasi nəzarəti bərqərar etdi. Chavez'in qızıl dövrü neft bumu ilə üst-üstə düşdü. 2004-2008. Dünya Bankı hesabatlarına və bəzi hesablamalara görə 2006-cı ilə qədər yoxsulluq səviyyəsi təxminən 36%-ə qədər düşmüşdü. Neft gəlirləri birbaşa təhsil, səhiyyə və ərzaq subsidiyalarına yönəldildi. Gəlir bərabərsizliyi əhəmiyyətli dərəcədə azaldı. Latın Amerikasında ən aşağı göstəricilərdən biri oldu. 2008-ci il qlobal maliyyə böhranı neft qiymətlərini aşağı saldı və Venezuela iqtisadiyyatının struktur problemləri, Holland xəstəliyi üzə çıxmağa başladı. Bu, orta statistik bir Azərbaycanlı üçün də xeyli tanış mənzərədir. Chavez addım-addım idarə etməni mərkəzləşdirərək qanunverici və məhkəmə hakimiyyətini zəiflətdi. Chavez öləndə və hakimiyyət Maduroya keçəndə inflyasiya artıq 50% ötürdü. 2013-2021-ci illər arasında Venezuela iqtisadiyyatı 75%-dən çox kiçildi. Bu, müharibə şəraitində olmayan bir ölkə üçün tarixdə görünməmiş rəqəmdir. Hökumət büdcə kəsirini örtmək üçün nəzarətsiz pul çap eləməyə başladı. 2018-ci ildə inflyasiya 1 milyon faizi ötdü. Pul o qədər dəyərsizləşdi ki, insanlar alış-verişə çantalarla pul aparırdılar. 2024-cü ilin 23 iyul tarixli bir Reuters xəbərində deyilir: Venezuelada inflyasiya azalıb, amma seçicilər hələ də dolanışıqlarını təmin eləyə bilmədiklərini deyirlər. Venezuela qaçqın böhranı Amerika qitəsində qeydə alınmış ən böyük qaçqın böhranıdır. BMT hesabatlarına görə Maduro'nun hakimiyyətə gəlməsi və Chavez'in möhkəmlənməsinə uyğun gələn illərdə 7,9 milyondan çox insan Venezueladan mühacirət eləyib. Bəzi Venezuelalılar kiçik balıqçı qayıqları ilə yaxınlıqdakı Karib adalarına qaçmağa çalışırdılar. Bu qayıqların batması nəticəsində yüzlərlə insan dənizdə itkin düşüb. Kolumbiyanın dondurucu dağ aşırımını yay geyimləri ilə keçərkən donaraq ölənlər çox olub. Avtobus bileti almağa pulu olmayan yüz minlərlə insan Venezueladan çıxıb Kolumbiya, Ekvador və Peruya qədər minlərlə kilometr yolu piyada qət eləyiblər. Kolumbiya, Peru, ABŞ, Braziliya, İspaniya kimi ölkələr buradan miqrant axınına ən çox məruz qalanlardır. ABŞ 2014-cü il etirazlarının zorakılıqla yatırılması və insan hüquqları pozuntularını əsas gətirib, konkret Venezuelalı idarəçilərə qarşı sanksiyalar elan elədi. Bir neçə il sonra Venezuela Dövlət Neft Şirkəti sanksiyaların hədəfi oldu. 2019-cu ildə ABŞ Venezueladan neft alışını dayandırdı. Hökumətin mövqeyi odur ki, bütün qıtlıq, inflyasiya və dərman çatışmazlığı ABŞ-nin blokadası nəticəsində yaranıb. Müstəqil ekspertlər isə buna şübhə ilə yanaşıb deyirlər ki, sanksiyalar sadəcə olaraq çürümüş sistemə vurulan son zərbə rolunu oynayıb. Çin illərdir Latın Amerikasında diplomatiyasını və investisiyalarını artırıb, rəsmi Vaşinqtonun təsirinə meydan oxuyurdu. Keçən il Pekin, Çin ilə Latın Amerikası və Karib ölkələri arasında dialoqa ev sahibliyi elədi və Çin-Latın Amerikası ticarətinin rekord həddə 519 milyard dollara çatdığını elan elədi. Bəzi ekspertlər Maduro əməliyyatının həm də bu Çin təsirinə qarşı olduğunu deyirlər. Rusiyada sanksiyalarla çarəsiz vəziyyətə salınmış Venezuela neft sektoruna investisiya eləmiş ölkələrdən biridir. İmperializm, kolonializm və avtoritarizmin kəsişməsində əzilmiş Venezuelanın gələcək taleyi hələ də qaranlıqdır. Dünyanın dörd yanından isə avtoritar liderlərin səksəkəli xəbərləri yayılır. Britaniyanın Times qəzeti kəşfiyyat mənbələrinə istinadən yazır ki, günlərdir ölkəsində etirazların tüğyan elədiyi İran lideri Xameneyinin Rusiyaya qaçmaq üçün B planı artıq mövcuddur. Yeri gəlmişkən o da Trumpın hədələrinə məruz qalıb. Əhalini xarici düşmən narrativləri ilə öz ətrafında birləşdirməyə çalışan Maduro elə həmin xarici düşmən gələndə o qədər etibarını itirmişdi ki, hətta öz polislərinə və təhlükəsizlik qüvvələrinə belə güvənə bilmirdi. Təsadüfi deyil ki, Maduro hakimiyyətə gələndən bəri
Kuba onun təhlükəsizliyini müəyyən qədər təmin eləməyə başlamışdı. Kuba hökuməti bu günlərdə açıqladı ki, Maduro'nun oğurlanması zamanı 32 Kubalı həyatını itirib, ölənlərin hamısı Kuba silahlı qüvvələrinin və kəşfiyyat orqanlarının üzvləridir. Nobel sülh mükafatı verilmədiyi üçün yaşadığı məyusluqdan sonra daha da qəzəbləndiyi güman edilən Trump isə Maduro'nun həbsi ilə yaratdığı şounun keyfini çıxararkən digər ölkələrə də barmaq silkələməyi unutmur. Right now, we are going to do something on Greenland, whether they like it or not, because if we don't do it, Russia or China will take over Greenland.